Sevdiyin işlə məşğul ol, ən fırıldaq ifadələrdən biridir də. Yəni sevdiyin işlə məşğul. Bu fırıldaq ifadədir. Əlbəttə ki, yəni mənim fikrim budur. Bax, gəl bir misal gətirək. Deyək ki, avtofa satırsan. Yəni satırsan deyəndə şərti olaraq kiməsə deyirəm. Bax, götürmüsən bildiyin o qırmızı avtofa. İndi bu biraz yəni ən aşağı işdir də, belə prinsipdə iki başdan. Deyək ki, avtofa dükanın var, avtofa satırsan. Gətirsən Çindən avtofa, qırmızı avtofalar satırsan. Təyinatı bəllidir də bunun da, düzdür? Uzaqbaşı həm də Gül sulamaq. Hə, gül sulamaq. Və ya deyək ki, tarixi təyinatı olan bir şeydir. Sən avtofa satışından aya 20 min manat pul qazanırsan. Yəni utana satsan belə lap zərən qasdığın bir şey, dəxlisiz. Sən onsuz doğulmamışsan, heç uzundan keçməmişsən, ağlığın kimi eləyirsən. Və sən gözündə onun romantikası dəyişir. Deyirsən sən, əziz dostlar, avtofa hətta qədimdə filan kəsə demişdi. Ümumiyyətlə İnsanın gigiyenası baxımından, nə baxımından avtofanın çox böyük. Sən başa düşmürsən, indiki insanlar geridə qalıb. İnsanlar belə ki, müasirlik budur. Belə başlasan sən ona izahat verməyəsən. Bir məclisə gedəndə necə ki, əlində çəkic olan adam dünyayı mıx kimi görür də hər şeyi. Sən də dünyaya o gözlə baxarsan ki, bunu əslində bu şlanqdan sürülür. Bu avtofanla sürüyəndə daha az itki olur. Az itki olur və o daha gigiyenik. Çünki bu şlanqa bassan oradan enerji gedir. Mən danışanda görürəm, ideya gəlir də. Sonra gülü belə sürüyəndə sən var. Təsəvvür et sevgilinlə ya yoldaşından gül sürürsən. Bir avtofanla sürürsən. Bir var ki, belə suladın. Görsən bax mən danışa. O sevmədiyin iş ilk baxışdan da pul qazandırırsa, bu reallıq budur. Yenə də nəticəyə gəlir məsələn. Əlbəttə ki, yoxsa mənəvi zənginlik, bu nisyə söhbətdir, ölçə bilməyən söhbətdir. O sənə pul gətirirsə o iş. O sənə istədiyin həyat tərzində gətirir axı. Bax lap deyək ofisdə işləyirsən proqramist. Zəhlən qasa hüquqşünasdan oldum proqramist. Bunu mən özümə götürürəm. Oyda, bu hardan girişdim mən bu sayt qurmağa? Hüquqşünasdan qarşıdım, var betərinə düşdüm ki, bir dəfə $1000. Wow, 2, 3. O ləzzət şəpiylə düşürəm, beynəlxalq bankdan pul götürürəm oradan. Ondan sonra var, mən istəyirdim kodları qucaqlayım, yəni nə gözəl şeymiş bu. Elə. Yəni karyera sirrinə bağlı ki, əgər sən hətta sevmədiyin işdə belə, o iş sənə ofisdə belə, sən deyək ki, artıq nəticə gətirəndən sonra işdə deyəsən sən mənim stolumu dəyiş. Mən daha yaxşı şərait işləyirəm. Görürlər yaxşı proqramistsən, deyirəm narahat olma falan kəs müəllim. Deyəsən mən 5-də çıxıram, tıxaca düşməyim. Yəni təsəvvür elə ki, sevdiyi işlə məşğul olan bir hüquqşünas 7-də, 6-da tıxaca düşür, leş kimi saat 8-ə evə çatır. Sən isə proqramistsən, amma 5-də çıxdın. Hansını sevəsən? Əlbəttə ki, yəni ki, o 5-də çıxa bildiyin işi də. Yəni ona görə də sevdiyin işlə məşğul ol, ən ucuz karyera məsləhətindən biridir. O lazımsız məsləhət. Mən bunu öz həyatımda da görmüşəm.